Xəritə tipli tapşırıqlar toplusundan bir neçə testin izahını verəcəyik sizlərə. İlk öncə birinci sualla başlayaq biz. Xəritədə qeyd edilmiş hansı ərazilərdə çayların axın istiqamətinə uyğun olaraq şimal yuxarı, yəni şimal hər zaman xəritəyə baxdığımız zaman yuxarı şimaldır, aşağı cənubdur, sağımız şərqdir, solumuz isə qərbdir. Burada isə deyir ki, çayların axın istiqamətinə uyğun olaraq şimal yuxarı, cənub isə aşağı adlandırılır. Yəni adi qayda ilə şimal yuxarı, cənub isə aşağı adlandırılmışdır. İlk öncə çayların olduğu yerə baxaq ki, xəritədə çaylar qeyd olunmuşdur burada. 5-i ixtisar edirik buradan, 3-ü də ixtisar edirik, 1-i də ixtisar edirik. Qaldıq 4 və 2-nin arasında. Yəni 4 Misir ərazisini bildirir və burada gördüyümüz Nil çayı var. 2-də isə Dəccə Fərəd çayıdır. Nil çayının töküldüyü yer burada gördüyümüz Aralıq dənizidir. Yəni Nil çayı bu istiqamət üzrə axır və gəlir nəhayətində Aralıq dənizinə tökülür. Yəni hansı istiqamət üzrə? Yuxarı istiqamətə axır. Yəni cənubdan şimala doğru axır. Dəccə Fərəd çayı isə töküldüyü yer İran körfəzidir. Yəni bu artıq aşağı istiqamət üzrə axır. Yəni şimaldan cənuba doğru axır. Ona görə düzgün cavabımız bizim olacaq 2. A bəndi doğru cavabdır. İkinci suala baxırıq. Aşağıda xəritədə fərqləndirilmiş ərazini xarakterizə edən ən doğru ifadəni seçin. İkicərəsi coğrafiyasını görürük və bu ikicərəsi coğrafiyası bərəkətli olduğuna görə həmin ərazi də bərəkətli Aypara təbiri ilə adlandırılmışdır. Üçüncü suala baxaq. Xəritəyə əsasən aşağıda verilmiş anlayışlardan hansının doğru olduğunu müəyyən edin. Xəritəmiz var və xəritəmizə əsasən verilmiş 5 şərtdən hansının doğru olduğunu aydınlaşdırmalıyıq biz. İlk öncə A bəndinə baxaq. Deyir ki, qədim Misir dövləti Qırmızı dənizin şərq sahilləridir. Qırmızı dəniz hansıdır? Budur. Şərq sahillərindədirmi? Misir Qırmızı dənizin şərqindədirmi? Xeyr, qərbindədir. Niyə? Çünki sol istiqamət xəritədə hər zaman qərbi bildirir. Yəni Misir Qırmızı dənizin qərbindədir, amma Qırmızı dəniz Misirin şərqindədir. Burada isə Misir dövləti Qırmızı dənizin şərq sahillərinə yerləşirdi təbiri yanlışdır. Qədim Misir dövlətinin sərhədləri eramızdan əvvəl 2-ci minillikdə Fərəd çayına qədər uzanırdı. Baxırıq 2-ci minillikdə bildiyimiz kimi Misir fironlarından birinci Tutmos ilk dəfə hücum edərək Ön Asiyaya keçdi və Fərəd çayına qədər, bu gördüyümüz çaya qədər gəldi çıxdı. Deməli, bu təbir doğrudur. Digərlərinə baxaq, niyə yanlışdır? Ərazisinin bir qismi Aralıq dənizinin qərb sahillərini əhatə edirdi. Aralıq dənizinin qərbi xəritədə görünmür, amma şərqi görünür, yəni sağ hissəsi şərqi görünür. Əgər burada yazsaydı ki, ərazisinin bir qismi qərb yox, şərq sahillərini əhatə edirdi. O zaman biz bu bəndi doğru hesab edə bilərdik, amma qərb yazdığına görə yanlışdır. Ərazisi Dəccə Fərəd çayının aşağı axarlarına qədər uzanmışdı. Xəritədən də görürük ki, biz ümumiyyətlə aşağı axar yox, yuxarı axara qədər uzanmışdı. Aşağı axar isə çayın töküldüyü İran körfəzi tərəfdə. Ona görə bu variantda yanlış hesab olunacaq. Misir Mesopotamiyanı tamamilə tabe etmişdir. Xəritədən də görürük ki, xeyr, belə bir şey yoxdur. Ümumiyyətlə, Misir Mesopotamiyanı tabe edə bilməmişdir. Ona görə Y variantı da yanlış hesab olunur. Düzgün bəndimiz B bəndidir. Misirin eramızdan əvvəl 2-ci minillikdə sərhədləri Dəccə Fərəd çayına qədər uzanması doğru cavab olacaq. Dörddə isə deyilir ki, təkəri ixtira edən sivilizasiyanın yerləşdiyi ərazini xəritədə müəyyən edin. Təkər bildiyimiz kimi Şumer mədəniyyəti tərəfindən ixtira edilmişdir və Şumerləri tapmalıyıq biz burada. Təkcə Şumerlər üzərində köklənmək ümumiyyətlə xəritədə qeyd olunmuş digər nömrəli əraziləri də biz aydınlaşdıraq. 4 Misirdir, 1 Fələstin, Finikiya həmin istiqamətdir, 3 Azərbaycan, Cənub Azərbaycandır, 5 Ərəbistandır, 2 isə Şumerlərdir. Yəni bizdə düzgün cavabımız olacaq 2. Beşinci suala baxırıq. Xəritədə 3 rəqəminin yerləşdiyi ərazidə erkən Tunc dövrünün mövcud olduğu dövrdə
2 rəqəminin yerləşdiyi dövlətdə baş verən hadisəni soruşur. Yəni 3-də erkən tunc dövrü olanda 2-də nə baş verib? 2 ilə 3-ün eyni dövrdə bir-birində hansı hadisələr baş verirdi? Onu soruşur bizdə. Variantlara baxırıq indi biz. 3-də yəni Azərbaycanda 3 Azərbaycan bildirir. Burada Azərbaycan erkən tunc dövrü 4-3-cü minillikləri əhatə etmişdir. Misirdə isə baxaq görək. Paytaxt köçürülməsi varmı 4-3-cü minilliklərdə? Xeyr, 2-ci minillikdədir. Vahid dövlətin meydana gəlməsi doğru cavabdır. Çünki 4-cü minilliyin sonunda Misirdə vahid dövlət meydana gəldi. Misirdə vahid dövlət meydana gələn vaxtda Azərbaycanda nə idi? Erkən tunc idi. Ona görə bu bəndimiz doğrudur bizim. C-də yerli sülalələrə son qoyuldu. Eramızdan əvvəl 525. O 1-ci minillikdir. Yanlışdır. 1-ci minillikdə Azərbaycanda erkən tunc dövrü deyildi. Əhəmələrin hücumuna məruz qalmışdı da eyni, yəni yerli sülalələrə son qoyulması ilə Əhəmənlərin hücumuna məruz qalması eyni dövrdədir. Üsyan nəticəsində dövlət süquta uğradılmışdır. Bu tamamilə ümumiyyətlə kökündən yanlış ifadədir. Belə bir hadisə yoxdur. Düzgün cavabımız olacaq B bəndi.